var. biz Amerikanın müasir dövr, xüsusən Trump dövrünün hərb siyasətinə fikir versək, görəcəyik ki, Trump ümumiyyətlə açıq toqquşmalardan qaçır. Məsələn, Venezuelaya qoşun yeritmək əvəzinə Venezuelanın prezidentini tutaq ki, əsir götürdü, gəldi. Bundan da Venezuela problemini həll elədi. Və yaxud bugün bilirsiniz, Amerika Birləşmiş Ştatları Kuba ilə bağlı Trump fövqəladə vəziyyət haqqında sərəncam verib və Kubanı Amerikanın bir nömrəli, Amerikanın təhlükəsizlik bir nömrəli ölkə kimi müəyyən edib və həmin sərəncamda Kubaya hər hansı bir yanacaq göndərmə, neft göndərmək, qaz göndərmək və yaxud da digər məhsullar, yəni ticarət eləmək, əlaqələr saxlayan ölkələrin hamısına qarşı Amerika çox böyük rüsumlar təşkil edəcək. Bu nə deməkdir? Və yaxud da məsələn, biz Amerikan Qrenlandiyanı tələb eləməz. Bu faktların biz hamısını birləşdirəndə görürük ki, Amerika öz ətrafında bir çəmbər yaratmaq istəyir, təhlükəsizlik çəmbəri. O çəmbərin daxilində hansı ölkələr varsa, o ölkələr ya Amerikan siyasətinə razılaşmalıdır, ya da Amerika onlara iqtisadi yollarla kifayət qədər təzyiq edib buradakı rejimləri dəyişəcək. Yəni növbədə Kubanın özünün də müəyyən mənada indiki vəziyyətdən fərqli bir vəziyyətə keçməsi gözlənilir. Bu niyə belədir? Çünki Amerikanın vaxtı ilə SSR ilə rəqabət şəraitində apardığı müharibədə Amerikanlar həddən az çox ikilə verir. Vyetnamda, Koreyada və başqa ərazilərdə. Ona görə də Trump daha çox iqtisadi gücdən istifadə edir. Amerikanın bilirsiniz, nəhəng iqtisadi potensialı var. İndiki halda da Amerikanın məqsədi nədir? Baxın, 4 dənə şərt qoymuşdu. Bir, İran deməli Çinə neft, qaz verməməlidir. Birincisi bu. İkincisi, neft, nüvə materiallarını Amerika təhvil verməlidir. Press qüvvələri dəstəkləmədən imtina eləməlidir. Dördüncüsü də Amerikanın maraqlarına zidd siyasət aparmamalıdır. İndiki halda Amerikanın həyatdaşıyan gəmiləri İran körfəzinə daxil olub. Artıq oradan İranın Çinə nəsə daşımaq potensialı yoxdur. Yəni yollar bağlanıb, quru yolla da daşımır. Gəlir Pakistan üzərindən olar. Pakistan da İranın vəziyyəti düşmən vəziyyətidir. Hətta Amerika baxın hansı siyasət aparır. Hindistanı məcbur edir ki, birisi də İrandan ən çox neft alan ölkələrin bir də Hindistandır. Hindistanı məcbur edir ki, sən Venezuelada neft almalısan. Hətta dövlətlərin hansı dövlətdən ticarət əlaqəsi qurması olmasını da Trump müəyyənləşdir. İndiki halda bir məqsədə çatıb, artıq İran istəsə də Çinə lazım olan şeyləri göndərə bilməyəcək. Və Amerikanın bir eksperti var, bu yaxınlarda onun bir maraqlı yazısı var. O deyir ki, bu Amerika əslində baxsa müharibəsiz qələbə variantını seçir. Bu nə deməkdir? Blokadiya alır İranı. Onsuz da Amerikanın təyyarə daşıyan gəmiləri ya İran körfəzində olsun, ya Sakit Okeanda olsun. Deməli, blokadiya alır. İranı mütəmadi hərbi təhdid altında saçır. Baxın, mətbuatda nə gedib? Bugün vuracaq Amerika, sabah vuracaq. İran neynəməlidir? Özünün bütün iqtisadi potensialını o gözlənilən müharibəyə. Bu da nə olacaq? İqtisadi tükəndirəcəkdir. Uzun müddət bu psixoloji vəziyyətdə qala bilməyəcəkdir və həm iqtidarın öz daxilində parçalama olacaq, həm də əhali bu cürə gərginlikdə nə qədər saxlanmaq olar ki? Bilirsiniz, belə bir məşhur söz var. Verilmiş ən ağır cəza, verilməmiş ən yüngül cəzadan yüngüldür. Niyə bu belədir? O Dostoyevski cinayət və cəzası var. Biri var ki, artıq müharibə başlayıb, əhali müharibəyə girir. Bir də var, müharibə yoxdur, amma müharibə təhdidi altında yaşayır. Bu çox ciddi bir... Burada da elə həmin bu ekspertin izah elədiyi budur ki, Amerika hücum eləməyəcək. Amerika İranın müharibə təhdidi altında saxlayacaq ki, bu da içəridən, sistemin özü içəridən dağılacaqdır. Yəni, müxtəlif iqtisadi orada problemlər yaranacaq, idarə etmədə problemlər yaranacaq, psixoloji gərginlik durmadan artacaq və s. və s. Həm də digər tərəfdən İrana gələn az çox oğurluq yoluna, oradan-buradan gələn vəsait də qarşılanacaqdır. Eləcə də İrandan əlaqələr qarşılanacaqdır. Amerika bax bu metoddan istifadə edib, öz istəyinə nail olub, rejimi dəyişə biləcəkmi İranda? Məsələ burasında ki, bu İranla bağlı çox ciddi bir problem nədir? Rejimin dəyişəndən sonra nə olacaq? Baxın, Amerika ona görə İranla açıq müharibə eləmir ki, səbəblərin də biri
strukturu gələcək hakimiyyətə saxlamaq. Deməli, Amerikanın niyyətində və gələcək hakimiyyət. Ancaq bu gələcək hakimiyyət kim olacaq? Amerikanın indi bir alternativi İran şahının oğludur. Bilirsiniz, İran şahını Cənubi Azərbaycan türkləri qəbul eləmir. Bu demək ki, İran şahı İranda hakimiyyətə gələcəyi təqdirdə İranda destabilizasiya olacaqdır. Amerika istəyirsə elə bir dəyişim olsun ki, o İranda destabilizasiya gəlib çıxamaz. Çünki bu dəqiqə Amerika üçün iki mühüm dövlət var ki, bu dövlətlər Amerikanın diqqətinə Çin və Rusiya. Yəni başqa bir bölgədə də destabilizasiya olarsa, Amerikanın diqqəti ora cəlb olursa və ya da Amerikanın tutaq ki, təhlükəsizlik təhdid olursa, bu Amerika üçün o qədər də yaxşı nəticə gətirib çıxara bilər. Bu baxımdan Amerika İran siyasətində çalışır ki, orada destabilizasiya olmasın. Bunun üçün elə bir qüvvə hakimiyyətə gəlməlidir ki, bütün xalqlar onu qəbul edir. Hətta bununla bağlı deməli bir Amerikanın məşhur Hudson Universiteti var, belə strateji bir Hudson İnstitutu var. Onun direktoru Washington Postda belə bir məqalə yazıb ki, İranla bağlı Amerikanın apardığı siyasətdə Azərbaycanla məsləhətləşmək lazımdır. Bu nə deməkdir? Xameyni belə bir bəyanat verdi ki, əgər bu dəfə Amerika ilə İran müharibə edəcəksə, bu regional müharibə olacaq. Bəli. Trump da cavab verdi ki, baxarıq, o düz deyil, regional müharibə olacaq, ancaq müharibə başlasın, baxarıq, o necə regional müharibə olacaq. Nə deməkdir regional? Baxın, Qətərin Xarici İşlər Naziri təcili gəlib İrana. Niyə? Keçən dəfə Amerika İranı vuranda, İranda Qətərdəki Amerika bazasını vurdu. Çünki bu regional müharibə o demədi. Yəni Amerikanı vura bilməyəcək tutaq ki, İran. Amerikanın buradakı müttəfiqlər, məsələn Azərbaycan Amerikanın strateji müttəfiqdir. Ermənistan strateji müttəfiqdir. Türkiyə NATO-da Amerika ilə müttəfiqdir. Ərəb ölkələri Amerika ilə əməkdaşlığın ərəb ölkələri var. Deməli, təcili Qətərin Xarici İşlər Naziri gəlir. İranın Xarici İşlər Naziri gedibdir Türkiyəyə, həm Türkiyənin Xarici İşlər Naziri ilə görüşüb, həm də Tayyip Erdoğanla görüşüb. Tayyip Erdoğan İran-Amerika münaqişəsinin yoluna qoyulmasında Türkiyənin vasitəsini təklif edib. Azərbaycan düzdür, bu barədə susur hələlik, amma Azərbaycan da bu məsələlərlə bağlı bir dövlət mövqeyi var yəqin ki. Susmur. Pezeşkiyanla prezident telefon danışığında yox, yəni mövqeyi vasitəsini təklif edib. Elə bizim Xarici İşlər Nazirindən də onların Xarici İşlərindən bir telefon danışığı olub. Yəni faktiki olaraq bölgədəki bütün dövlətlər hamısı o regional münaqişənin qarşısını almaq üçün çox ciddi bir diplomatik səy göstərirlər. İranın özündə də xalqı indi hökumət təbliğatı da, dövlət təbliğatı xalqı ayağa qaldırır, güya rejimi müdafiə etmək məqsədi ilə tamamilə yeni bir tutaq ki, əhval-ruhiyyə ilə və s. Amma indi İranda Xameyni gedəcəksə, onun yerinə hansı rejim gələcək? Bu məsələ açıq qaldığına görə mənə elə gəlir ki, tezliklə İran-Amerika arasında ciddi münaqişə olmayacaq. Əgər bir alternativ meydana çıxarsa, müəyyən bir açıq, məsələn, Cənubi Azərbaycan qardaşlarımızın Trumpa bir məktubu var. O məktubu mən sənə göndərmişdim. Bəli, mən baxdım ona, bəli, baxdım. Çox gözəl, çox həddən artıq bütün Cənubi Azərbaycan qardaşlarımızın maraqlarını ifadə edən bir məktubdur. Həm bu İranda Azərbaycanlıların vəziyyətini düzgün qiymət vermək baxımından çox gözəl bir məktubdur. Həm də İranın tarixində Azərbaycan türklərinin rolu məsələsindən və s. Baxdım, bəli. O məktubu əksinə baxsan bütün şimallı, cənublu bütün siyasi qüvvələr dəstəkləməyə çox ciddi bir sözdə çox savadlı şəkildə yazılmış bir məktubdur. Yəni variantların biri odur ki, ola bilsin ki, əgər vahid İran hamının qəbul etdiyi bir lider olmasa, İran şahı gələr Farsların, Bəlusların şahı olar, türklər isə ayrılıb öz dövlətlərini yaradarlar. Elə onu demək istəyirəm, gəlin oradan davam eləyək. Çünki bu dəqiqə bizim hamımız üçün maraqlı olan budur ki, Amerika rejimi dəyişə bilirmi? Bilirsə, bunun yerinə nə qoyulacaq da? Bax, məsələ burasında ki, nə qoyulmaq məsələsi hələ net deyil. Şah da real deyil, Sərdar bəy. Əlbəttə, baxın, mən çünki üzr istəyirəm, İran dünyada əhalisinin sayına görə ən gənc əhalisi olan ölkədə, bilirsiniz bunu. Yəni İranda gənclər keçmişə qayıtmaq niyyətində deyirlər. Onlar gələcəyə layiq dövlətə çevrilmək istəyirlər. Yəni şahı gətirmək nə verir? İndi məsələ burasında ki, o gələcəyi də aparacaq bir qüvvə ortaqda yoxdur axı. İranda rejim uzun müddət elə bir repressiv siyasət aparıb ki, orada çox partiyalı siyasi sistem yox, rejim özü biz avtoritar rejimdir və s. Siyasi sistem formalaşmayıb. Sizcə bu qədər belə deyək hərəkatlara liderlik eləyən
Güney Azərbaycanda olsun. Yəni olmazmı? Yəni orada da liderlər var. Sadəcə baskı altındadılar. Biraz açılım olandan sonra oradan elə liderlər, elə Yox, partiyalar söhbət bu da çıxacaq. lider problemi deyil. Məsələn, Cənubi Azərbaycanda müxtəlif adlar altında çoxlu partiyalar var. Tutaq ki, onların hamısı birləşib təzəli bir güc kimi çıxış eləməlidir. Əsas məsələ budur ki, dağınıqlıq var. O dağınıqlıqda hakimiyyət dəyişilməsinin özü destabilizasiya Elə edir. onu da o rejim eləyib də, onu da o Amma vəziyyətdə indi o axı rejim yaradıb. bir halda ki, real çox ciddi bir situasiya yaranır, bu situasiya uyğun olaraq milli qüvvələr də öz pozisiyalarını ortalığa qoymalıdırlar. Təəssüf ki, Bax, hələ indi də o özlərini ittiham Cumhuriyyətçi edirlər partiyada o məktubu yazan səhv eləmirəmsə, yaxşı, Cumhuriyyətdən gözəl nə ideya var ki, Azərbaycan da Cumhuriyyətdə, digər bütün partiyalar niyə birləşib, tutaq ki, həmin məktuba imza atmırlar və o deyilən məsələni gündəmə gətirmirlər. Sərdar bəy, bu Cənubi Azərbaycan aktivlərində belə bir şey var. Mən dəfələrlə bunu gördüm. Onlar o onun əleyhinə, bu bunun əleyhinə, bu bunun əleyhinə, o bu. Bunlarda birləşmək məsələsi. Çünki niyə də? Hələ biz də üzr istəyirəm, televiziya olaraq çox çalışdıq. Güney Azərbaycanın səsi verilişi ilə ki, gəlin bir olun, həmrəy olun, falan falan. Baxdım ki, elə o zəng edir mənə deyir ki, sən onu efirə çıxartdın, niyə çıxartdın? O belədir, bu belədir. O biri zəng edir ki, sən bunu niyə çıxartdın efirə? Yəni bunlarda bir birlik, həmrəylik yaratmaq alınmır. Onun səbəbi nədir də? Söhbət xaricdəkilərdən Məmmədəmin gedir. Rəsulzadə deyirdi ki, milli həmrəylik o yerdə ola bilər ki, bütün qüvvələrə eyni təhlükə olsun. İndiyə qədər Azərbaycanda, Cənubi Azərbaycan qardaşlarımızın yaratdığı heç bir təşkilatların çoxsunun elə bir təhlükə yoxdur. Bu gün isə hamının maraqlarına uyğun bir situasiya yaranıb. Cənubi Azərbaycanın müstəqil bir dövlətə çevrilməsi. Bax bu həmin o həmrəyliyin yaranmasına səbəb olacaqdır. Yəni o əvvəlki vəziyyət indiki vəziyyət eyni deyil. O diş dövründə təbii ki, hər öz qrup marağını müdafiə eləyir özünü. Çünki ortaqda daxil bir real işi yoxdur, amma ciddi bir siyasi dəyişim olacağı təqdirdə təbii ki, onların bir araya gəlməkdən başqa bir şey yoxdur, yolu yoxdur. Digər tərəfdən təbii ki, beynəlxalq ictimaiyyətin təzyiqi də onların bir araya gəlməsinə gətirib çıxaracaqdır. Bu gün tutaq ki, əgər doğrudan da Cənubi Azərbaycanın müstəqillik məsələsi gündəmə gələcəksə, kim ki Azərbaycanın müstəqilliyi, o bütün qüvvələr həmin ideyanın ətrafında birləşəcək. O başqa kiçik məsələdir ki, kim tutaq ki, baş nazir olacaq, kim ölkədə seçki olacaq, kim seçiləcəksə, o da gedəcək dövləti idarə edəcək. Keçid dövrü üçün isə, keçid dövrü üçün qısa müddətli bir milli komitə şura yaratmaq olar ki, qısa müddət ərzində Cənubi Azərbaycan məsələsini həll eləsin. Yeni qatılanlardan xahiş edirəm ki, yayımımızı bəyənib paylaşsınlar ki, daha çox şəxs izləsin. Amma tutaq ki, İran parçalanmayacaq. Belə olan halda İranın indiki İran bu vəziyyətdə qala bilməz. Nəyə görə? Farslar orada həm elə İran konstitusiyası ziddi olaraq, həm Qurana ziddi olaraq başqa qeyri-farslara qarşı yuxarıdan aşağı bir şovinist siyasət var. Yadınıza gəldi Cənubi Azərbaycanlıları təhqir eləmək, televizor səviyyəsində hədələmək, tarixini təhrif eləmək, mədəniyyət təhrif eləmək bir adət alır. Ta ki İran əgər istəyirsə bütöv olsun, unitar şəkildə qalsın, gərək İran unitar dövlət kimi də, yoxsa farsların aparıcılığında, üstünlüyündə tutaq ki, bir hakimiyyətin yaranması yenə də İranda destabilizasiya zəminini saxlamış olacaq. Sərdar bəy, sizə bir sual verim və qısa bir cümlə ilə cavab alıb sonra digər mövzumuza keçmək istəyirəm. Bax, sizcə siz tanınmış bir siyasətçi, Azərbaycanda partiya rəhbərisiniz. Sizcə İran bizə bütöv İran kimi daha sərfəlidir, yoxsa parçalanmış və oradan Güney Azərbaycan ayrılmış? Azərbaycan xalqının ümdə marağı bir yerdə olmasından keçir. Yəni Azərbaycan vahidləşməlidir, bütünləşməlidir. Bizim bu iki yerə parçalanmağımız həm mədəni inkişafımızda çox böyük təsir eləyib, həm iqtisadi inkişafımızda, həm də təsəvvür edin ki, Cənubi Azərbaycan qardaşlarımızla biz artıq ayrı-ayrı millətlər kimi formalaşır, şuur səviyyəsində, mədəniyyət səviyyəsində. Ona görə də Azərbaycan türklərinin birləşməsindən başqa mən ikinci bir düzgün yol görmürəm. Əziz dostlar, dəyərli izləyicilər, yeni qatılanlardan da xahiş edirəm ki, yayımı bəyənib paylaşsınlar ki, daha çox şəxs izləyə bilsin. Həm də Turan aspektindən yanaşsaq, Cənubi Azərbaycan
bütünlükdə Turanın birləşməsi, Türk dünyasının birləşməsinin əsas körpüsüdür. Bu gün düzdür Xəzərin üstündən nəsə düşünür, amma sabah tutaq ki, Cənubi Azərbaycan müstəqilliyi elan etsin, heç bizə birləşməsin. Ayrıca bir dövlət olsun, artıq Cənubi Azərbaycan Orta Asiya ilə Türkiyəni, Azərbaycanı bir-birinə birləşdirən ən böyük quru şey olacaq, ərazisi olacaq. Ona görə mən düşünürəm ki, bizim birləşməkdən başqa alternativimiz yoxdur. Parçalanmış millətlərin hamısı birləşmək istiqamətində iş aparıb, Almaniya birləşibdir, tutaq ki, bu dəqiqə Koreya özü hətta ən kəskin rejimlərdə olsa, orada da Koreyanın birləşdirilməsi istiqamətində zaman-zaman müzakirələr açılır, danışıqlar gedir, hətta liderlər səviyyəsində görüşlər olur. Ona görə də mən elə gəlir ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşib vahid dövlət olmasından başqa alternativ yoxdur.